Salam əziz şagirdlər. Bugünkü video izahında Ekspres Təhsil Mərkəzinin 21 dekabrda keçirmiş bilik yarışı sınaq imtahanından 8-ci siniflər üçün düşmüş riyaziyyat suallarının izahını verəcəm. Deməli, keçək sualların izahına. Burada birinci sualda yazır ki A bərabərdir 0 tam dövrdə 6, B bərabər 1 tam dövrdə 3 və 2B çıxılsın A bölünsün 4 ifadəsinin qiymətini hesablayın. Buradan biz A'nı dövrdə 6'nın 9'da 6 olduğunu görürük. Buradan 1 tam dövrdə 3'ün 1 tam 9'da 3 olduğunu görürük. Və gətirib yerinə qoysaq, ilk növbədə ixtisar eləmək də olar bunu. Məsələn, 3 ixtisar aparsam 3'də 2. Bunu da 3 ixtisar aparsam 1 tam 3'də 1. 2 vurulsun. B'nin yerinə mən 1 tam 3'də 1 yazaram. Çıxılsın. A'nın yerinə 3'də 2 bölünsün 4. 2 vurulsun. Deməli, bunu düzgün olmayan kəsrə çevirməliyim. 1 tam 1'i 3'e vuraram. 3 üstüne 1 gələram 4. Burada eləyir 3'də 8. Deməli, çıxılsın. Digər 3'də 2'ni 4'ə bölmək. 3'də 2'ni böləndə ikinci kəsir tərsinə çevrilir. 4'də 1'ə vurmaq deməkdir. Bu da 12'də 2 eləyər. Deməli, çıxılsın. Bu da ixtisar getsə eləyər 6'da 1 bərabərdir. Deməli, burada bu eləyər 3'də 8 çıxılsın 6'da 1. 8'i də 2 tam 3'də 2 yaza bilərəm. Çıx 6'da 1. 2 tam. Ortaq məxrəc gətirsəm 6'dır. Bunu 2'yə vuraram. Bunu 1'ə. 4 çıxılsın 1. 2 tam 6'da 3. İxtisar gedər. 2 tam 2'də 1 olmuş olar cavabımız. Və bu da 2'də 5 kimi göstərilib cavabda. Düzgün olmayan kəsir üçün cavab olar C variantı. Deməli, 21'in cavabı oldu C. Keçək ikinci suala. İkinci sualda bizdən nə istəyir? Müqayisə edin yazır. Yəni 22-ci sual. X bərabərdir 3'də 2. Y bərabərdir 7'də 6 və Z bərabərdir 11'də 8. Müqayisələr iki cür olur. Ya sürətləri bərabərləşdirməliyik, ya məxrəcləri. Biz bilirik ki, əgər kəsirlərin sürəti bərabərdirsə, məsələn, tutalım ki, 1/2, 1/3, 1/5. Kəsirin sürətləri bərabərdirsə, məxrəci böyük olan kəsir kiçik olur. Məxrəcləri bərabərdirsə, məsələn, tutalım ki, 2/5, 3/5, məsələn, 6/5. Kəsirin məxrəcləri bərabərdirsə, sürəti böyük olan kəsir böyük olur. Burada bizdən nə soruşur? Burada bizdən soruşduğu, deməli, bizdən 3, 2, 7, 6 və 11, 8 ədədlərini sıralayın deyir. Yəni, müqayisə etmək lazımdır. Biz bunların, mən buradan baxıram ki, bu kəsirlərin sürətlərini bərabərləşdirmək daha məqsəd uyğun olar. 2, 6 və 8'ə əköb tapsaq, 24 əköb götürmək olar. 2'ni mən, yəni sürəti 24 eləmək üçün 12'yə vurmalıyam. 2'ni vururam 12'yə, onda 3'ü də 12'yə vurmalıyam. Bu eləyər 24, 36, 24. Digərim 24 eləmək üçün 6'nı 4'ə vurmalıyam, 7'ni 4'ə vurmalıyam. Bu eləyər 24'də 28. Bunu da 24 eləmək üçün 3'ə vurmalıyam, 3'ə vurmalıyam, 33'də 24.
4. Artıq sürətlər bərabərdir və bayaq dediyim kimi, kəsirin sürətləri bərabərdirsə, məxrəci kiçik olan böyük olur. Səbəb nədir? Sən fikirləş ki, bir var ki, məsələn, hər hansı 24 kiloluq bir ərzağı 28 yerə böləsən, bir də var 36 yerə böləsən. Hansında çəki payı çox düşər? Əlbəttə ki, 28 yerə böləndə daha çox çəki payı düşər. Ona görə biz bilməliyik ki, sürətlər bərabər olursa, məxrəci kiçik olan böyük olur. Burada məxrəci kiçik olan hansıdır? Məxrəci kiçik olan, baxırıq ki, birinci Y-dir. Yəni, Y böyükdür. Sonra Z-dir. Sonra isə X-dir. Və bizdə şərtdən nə soruşur? Ədədlərini sıralayın. Yəni, Y böyükdür Z-dən, o da böyükdür X-dan. Cavab olur B variantı. 23-cü sualda. Bu tipli sualları uşaqlar, bu tipli sualları əslində konkret xassə var. Məsələn, bunu eninci dərəcədən də sıralar gelir. Hətta bu həllər artıq davam eləyir. Ona görə, yəni bunları artıq sıralamanı bilmək lazımdır. Və yaxud da ümumi hal üçün misalı belə yazıram. Məsələn, 3 bölünsün 4 vur 6. Üstə gəlinsin 3 vurulsun 6 vur 8. Yəni, ən çox düşən sual tiplərindən istənilən sınaq olsun, istəyir qəbul olsun. Yəni, adı-onlu kəsirlərə aid bu suallardan çox istifadə olunur. İndi, bu kəsiri mən həll etməyim üçün aralarındakı məsafəyə baxıram. 4-dən 6-nın arasında məsafə 2-dir, 6 ilə 8-in arasında məsafə 2-dir, burada da 2-dir, burada da 2-dir. Ona görə birinci artımı çıxardıram. 2 artdığım üçün 2-ni çıxartdım. Kəsirin sürətindəki ədədi çıxardıram. Mötərizə açıram. Birinci kəsir nə qaldı? 4. 4-də 1. Çıxıram sonuncu kəsirə. Nə qaldı? 12-də 1. Çünki 3-ü çıxartmışam mən artıq. 3-ü çıxartdığım üçün birinci kəsirdən sonuncu kəsirə çıxıram. Olur. 2-də 3 vurulsun. Deməli, 4-də 1-dən 12-də 1 çıxanda 12-də bu eləyir 3. Bu eləyir 1. 3-dən 1 çıxanda 2. Bunlar gedər, bunlar gedər. Cavab qalar 4-də 1. Cavab olar A variantı. Bu belə. Keçək 24-cü suala. İdmançılar əvvəlcə hər cərgədə 9 nəfər, sonra isə hər cərgədə 15 nəfər olmaqla sıraya düzüldülər. İdmançıların sayı 120-dən çox və 150-dən az olarsa onların sayını tapın. Deməli, biz düşünək ki, idmançılar hər cərgədə 9 nəfər, sonra isə hər cərgədə 15 nəfər olmaqla sıraya düzüldülər. Yəni, idmançıların sayı elə bir ədəddir ki, idmançılar həm, deyək, fikirləşək ki, 9 nəfər də cərgəyə düzülə bilirlər. Məsələn, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 nəfərdir. Məsələn, bunu tutam ki, kopya eləsəm, məsələn, tutalım ki, bu formada da, bu formada da, bu formada da, yəni düzülə bilirlər də bunlar və yaxud da ki, eyni zamanda 15-15 də düzülə bilirlər bunlar. Deməli, bu idmançılar elə say tərkibi olmalı ki, həm 9-u, həm də 15-ə bölünən bir ədəd olmalıdır. Bunun üçün biz nə tapırıq? Əkob. Əkob 9-15. Hər ikisinə bölünəm. 9-dan 15-in əkobunu tapmaq. 3-ə böl, 3, 3, 1. 15-i böl 3-ə, 5, 5, 1. 3'lər ortaqdır, 5'lər deyil. Ona görə 15'i vururam 3'ə, 45. 45 bunun oldu əkobu. İndi idmançıların sayı 120'dən çox, yəni idmançıların sayı tutalım ki, bir x-dır. 120'dən çox, 150'dən isə az olarsa onların sayını tapın. Mən 45'in elə bir misillərini tapmalıyam ki, o ədəd 120'dən böyük olsun, 150'dən kiçik olsun. Məsələn, vuraram 45'i vuraram 2'yə, 90 eləyər. Bura düşürmü? Düşmür. 45'i vuraram 3'ə, 135 eləyər. Bura düşürmü? Düşür.
45'i vuraram 4'ə. 180 eləyər. Bura düşürmü? Düşmür. Deməli artıq 4'ə vurmuram. Cavab edir idmançıların sayı 135 nəfər olur. C variantı. 24C. Deməli, keçir 25'ə. 25'te bizdən nə soruşur? Bir ədədin 17% ilə 13%-nin fərqi 2,4 olarsa, hər hansı bir A ədədidir. A ədədinin 17% nədir? 0,17 A. 13% nədir? 0,13 A. Fərqi 2,4. 2,4. 0,17-dən 0,13 çıxanda nə qalır? 0,17-dən 0,13 çıxıram. Deməli 0,4. 0,4 A bərabərdir 2,4'ə. Vururam hər tərəfi 100'ə. Olur. 4A bərabərdir 240. A bərabərdir 60'a. Bu ədədin 40%'ni tapın. Yəni 60 ədədinin 40%. 60 ədədi 100%'dir. Sonra 60 ədədi olur 100%. 40% istəyirsə 40% isə x-dir. Buradan x-i tapaq. 60 vur 40 bölünsün 100. İxtisar getdi. Cavab elədi 24 D variantı. Keçdik 26'ya. Tənasübdən x-i tapın deyir bizə. Deməli 26-cı sualda 4 böl 7 bölünsün x bərabərdir. 8 böl 9 bölünsün 3'də 2. Biz bilirik ki tənasübün orta hədlərin hasili kənar hədlərin hasilinə bərabərdir. Vəssalam. 7'də 4 vur 3'də 2 bərabərdir x vur 9'da 8'ə. Deməli 4'ü 2'yə vursaq 8, 7'yi 3'ə vursaq 21 bərabər x vur 9'da 8'ə. Buradan 8 vur x vur 21 bərabər 9 vur 8'ə. 8'lər getdi. X bərabərdir 9 böl 21. 3'ə də ixtisar gedər bu. 7'də 3 qalmış olar. Deməli burada bizim cevabımız olur D variantı. 26'da olur cevap D. Keçək 27. suala. 27. sualda bizdən nə istəyir? A bölünsün B bölünsün C bərabər 2 böl 3 böl 4 nisbətindədir. Deməli mən burada A'ya 2K, B'yə 3K, C'yə isə 4K deyə bilərəm. Gələk indi yazıb A üstə gəl B çıx C bərabərdir 11. A'ya artıq 2K, B'yə 3K, C'yə də 4K desəm 11'ə bərabərləşdirəm. 2 üstü 3, 5, 5'dən 4 çıxanda K bərabərdir 11. K'nı tapdıq 11. Artıq mən burada gətirib K'nın yerinə 11'i qoysam A olar 22. 11'i qoysam B olar 33. C olar 44. Məndən də A kvadrat üstə gəl B kvadrat istəyir. Birbaşa qoyuram. Məsələn 2K kvadrat üstə gəl 3K kvadrat. Deməli bizə verir A kvadrat üstə gəl B kvadratda. Ya 22'nin kvadratı üstə gəl 33'ün kvadratı. Belə yazaram. 22'nin kvadratına 33'ün kvadratına 11'in kvadratı mörtəzi xaricini çıxardaram. Burada qalar 2'nin kvadratı üstə gəl 3'ün kvadratı bərabərdir 121 vurulsun. 2'nin kvadratı 4, 3'ün kvadratı 9, 13. 121 vurulsun 13. 121'i də 13'e vursam 3 kere 1 3, 3 kere 2 6, 3 kere 1 3, 1 kere 1 1, 1 kere 2 2, 1 kere 1 1 toplasam 3 7 5 1 1573 alarıq və burada da cevap olur C variantı. Keçək 28. suala. Deməli 28. sualda bizdən nə istəyir? Hesaplayın deyir.
82'nin kvadratı çıx 18'in kvadratı. Bunu kvadrata yüksəltməyə ehtiyac yoxdur. Yəni böyük ədədləri adi, məsələn, a kvadrat çıx b kvadratın açılışı kimi yazıram. Olur a çıx b, a üstə gəl b kimi. Burada da 82 çıx 18, 82 üstə gəl 18 bərabərdir. Belə deyək. Deməli, bərabərdir. Kök altında. 82'den 18 çıxsaq, deməli 4, 64 vurulsun 100. 64'ten kök 8 çıxır, 100'den kök 10 çıxır, cavab eləyər 80. Olar B variantı. 29'da. Perimetri 40 cm olan kvadratın diagonalını tapın. Mesela bir dənə kvadrat çəksəm, indi baxaq. Perimetri 40 cm. Biz bilirik ki, kvadratın bütün tərəfləri biri-birinə nədir? Bərabər. Kvadratın perimetri 4A düsturundan hesablanır. 4A bərabərdir 40, A bərabərdir 10. Kvadratın tərəfini tapdıq 10 və kvadratın diagonalını tapın deyir bizdən. Kvadratın diagonalı hansıdır? Bəs kvadratın diagonalı da demək ki, diagonal nədir? Qonşu təpələrdən, daha doğrusu qonşu olmayan təpələrdən çəkilmiş düz xət. Diagonal budur. Məsələn, bura D diagonaldır. Və D diagonal da bizdən nəyi verir? Pifagora görə A kvadrat üstə gəl A kvadrat bərabərdir D'nin kvadratına. A kvadrat nədir? 100. Yəni onun kvadratı üstə gəl 100 bərabərdir D'nin kvadratına. D kvadrat bərabərdir 200'ə. D də bərabər 200 kök altında 100 vur 2 deməkdir. 100'dən kök çıxar 10. Kök altında 2. Cavab olar 10 kök altında 2. D variantı 29'da. Geçdik 30. suala. Bərabər tərəfli üçbucağın deməli, bərabər tərəfli üçbucağın tərəfi 12 cm olarsa hündürlüyü neçə santimetrdir? Yenə də bir dənə mən bərabər tərəfli üçbucaq çəkirəm. Və bərabər tərəfli üçbucağın tərəfi 12 cm. Tərəf 12, 12, 12. Hündürlüyü neçə santimetrdir? Düzdür, məsələn, hazır düsturu var. Amma ehtiyac varmı? Ehtiyac yoxdur. Səbəb nədir? Ehtiyac olmamağa. Çünki yəni hazır düsturları bir şey ki, ortalıqda özümüz neyisi nəticəyə gətirə biliriksə, hazır düsturlara ehtiyac yoxdur. Hazır düsturları əzbərləməyin. İndi burada bərabər tərəfli üçbucağın təpəsindən çəkilmiş hündürlük həm mediandır, həm hündürlük, həm də tənbölən olduğunu bilirik artıq. Və bu xassədən istifadə ilə mən bərabər tərəfli üçbucağın bir daxili bucağın 60 dərəcə olduğunu bilirəm. Və median olduğu üçün 12'ni də yarıya bölür, olur 6. Artıq düzbucaqlı üçbucaqdan istifadə edə bilərəm və yaxud da sinusla teoremindən istifadə edə bilərəm və yaxud düzbucaqlı üçbucağın xassəsindəndir. Məsələn, 30 dərəcə bucaq qarşısındakı katet 6'dırsa, 60 dərəcə bucaq qarşısındakı katet 6 kök altında 3'dür. Bu sinusla teoremindən gəlir. Düzdür, bunu hələ ki 8-ci sinif proqramında sinusla teoremi keçirilməyib. Amma Pifagor düsturun bilirik artıq. Pifagor düsturunda necə idi? Düzbucaqlı üçbucaqda. Məsələn, düzbucaqlı üçbucaqda Pifagor teoremi A, B, C idisə, düzbucaq təpəsi A kvadrat üstə gəl B kvadrat bərabərdir C kvadratına. Burada onda nə çıxır? Bərabər tərəfli üçbucağın tərəfi 12. Yəni Pifagor bunun hipotenuzu 12'dir. Tərəfin biri 6'dır. Digər tərəfini istəmir bizdən. 6'nın kvadratı 36 üstə gəlinsin
x kvadrat bərabər 12'nin kvadratı 144. X kvadrat bərabər 144'dən çıxsam 36'nı, deməli 8 108 edər. X də bərabər kök altında 36 vurulsun 3 edər 108. 36'dan kök çıxar 6, kök altında 3 almış olaraq cavabı olar B bəndi. Yəni müxtəlif üsullarla həll eləmək mümkündür bunun həllini. Bir neçə üsulunu göstərdim ki, yəni biləsiniz ki, bu qaydalar var. 31'də 30 litr 20% duz məhluluna neçə litr su əlavə etmək lazımdır ki, məhlul 15% olsun. Faizin demək olar ki, həqiqətən ən yaxşı sual tiplərindən biridir məhlul məsələləri. Düzdür, şagirdlərin çoxsu üçün çətin gəlir faizdə bu məsələlər, amma həqiqətən yəni faizin əsl öyrədici suallarıdır bunlar. 30 litr 20% düz məhluluna biz birinci növbədə neçə litr su əlavə etmək lazım ki, məhlul 15% olsun. Bax, hər hansı məhlula su əlavə ediriksə, məhlulun tərkibi artır. Amma tərkibindəki duzun miqdarı dəyişmir. Duzun faizi aşağı düşür. Amma miqdar dəyişməz. Tutalım ki, sənin 200 məsələn 200 qramlıq bir məhlulun var. Bunun üzərinə 1 litr, yəni 1000 qram da su əlavə eləsən, olacaq 1200 qramlıq məhlul. 200 qramlıq məhlulun məsələn tərkibinin 50 qramı duzdur. Duz. 50 qram duzsa 1200 qramlıq məhlul olsa da 50 qram duz olacaq da. Yəni orada dəyişənlər ki, duzun miqdarı dəyişmir ki. Duzun miqdarı eyni miqdarda qalır. Amma duz əlavə eləsən duzun miqdarı artar. Amma duzun faizi su əlavə edəndə niyə aşağı düşür? Çünki duz əvvəl 200 qramda 50 qram məsələn duz idisə, indi 1000 qram da əlavə eləmsə 1200 qramda 50 qram duzdur. Artıq duzun faizi aşağı düşməlidir. Bu sualda da. Bu sualda da görək bizdən nə istəyir? Deməli, 30 litr 20% duz məhluluna. Birinci biz 30 litr məhlulun tərkibindəki duzun miqdarını tapaq. Yəni 30 litr 100%, 20% x. Buranın x'i tapaq. 30 vur 20 bölünsün 100'ə. Eləyir 6 litr. 30 litr 20% məhlulun 6 litri duzdur. Neçə litr su əlavə etmək lazımdır ki, 30 litr məhlulun üzərinə x litr su əlavə etsəm, bizə x yazmayaq, indi hamısını x-dan yazmayaq. Tutalım ki, bir A litr su əlavə etsəm, yeni alınan məhlul yenə 100%'dir. Sadəcə yeni alınan məhlul olsa belə, yenə də o məhlulun 6 litri duzdur. Amma neçə faizli alınır? 15% olsun deyir. Tənasüb kimi vuraq, 30'u 15'ə vuraq. Deməli 450 üstə gəl 15A bərabərdir 600. 15A bərabər 600'dən 450 çıxsam 150. A da bərabərdir 10. Cavab olar C variantı, yəni 10 litr. 32-ci sualda. Tərəfləri 6, 8, 9 olan üçbucağın növünü təyin edin. Biz belə bilməliyik. Məsələn, hər hansı bir üçbucaq quraq, baxaq görək, bunun növünü təyin eləyək görək nədir? Məsələn, tərəfləri deməli 6, 8 və 9 olan üçbucağın növünü təyin edin deyir. Birinci üçbucaq bərabərsiyinə baxaq görək, belə bir üçbucaq varmı? Məsələn, 8'dən 6 çıxsam 2, 8'in üstündən 6 gəlsəm 14 var. 8'dən 9'dan 8 çıxsam var. Belə bir üçbucaq var. Bəs bunun növünü necə təyin edə bilərik? Deməli, növünü təyin etmək üçün belə bir üçbucaq qurmaq olmaz. Məsələn, E variantı deyil, bərabəryanlı üçbucaq deyil, göz qabağındadır. Düzbucaqlı üçbucaqdırmı? Düzbucaqlı üçbucaq da deyil. Çünki düzbucaqlı üçbucaq olması üçün tutalım ki, məsələn 6'nın katetləri olmalı 6 və 8 deyək. Deyək ki, düzbucaq bura bu hissə olsun. Çünki nəticədə 9
Və 6-ın kvadratı 36 üstə 8-in kvadratı. Məsələn, 36 üstə 8-in kvadratı 64, 100. Bu düzbucaqlı üçbucaq olsaydı, bu tərəf 10 olmuş olar. Deməli, düzbucaqlı üçbucaq deyil. Düzbucaqlı üçbucaq deyilsə və düzbucağa çatmır. Yəni, belə göstərim ki, sizə, məsələn, tutalım ki, deməli, burada əgər, məsələn, mən bunun uzantısını belə çəkmiş olsam, artıq bu körbucaqlı üçbucaq olar. Bu tərəfi böyütsəm. Bu tərəf 90 dərəcə gələndə bu tərəf 10 olmalıydı. Artıq 90 dərəcəyə belə çatmırsa, deməli bu üçbucaq. Ümumiyyətcə düzbucaqlı üçbucaq deyil. Düzbucaqlı üçbucaq deyilsə, düzbucaqlı üçbucağa çatmırsa bu tərəf körbucaqlı üçbucağa da çata bilməz. Deməli şərtimizə əsasən bu üçbucaq nə cür üçbucaqdır? İtibucaqlı üçbucaq. Üçbucaq bərabərsindən istifadə edib tapmaq olar ayrıca olaraq bunu. 33-də. ABC üçbucağının nə üçbucaq çəkək görək. Deməli. ABC üçbucağının AF, BK və CD medianları çəkilib. AF, A, B, C üçbucağının AF, BK, deməli AF, BK və CD medianları çəkilib. Medianlar bilirik ki, bir nöqtədə kəsişir və kəsişmə nöqtəsində 2-nin 1-ə nisbətdə bölünür. İndi AD 3, BF 5. ABC üçbucağının perimetri 30 santimetr olarsa, ABC üçbucağının perimetri 30 santimetr olarsa, AK'nın uzunluğunu tapın. Bizdən AK'nın uzunluğunu soruşur buranı. Biz bilirik ki, medianlar tərəfi yarı bölür, bura düşdü. Bura 5'dirsə, burada 5'dir. Bura x-dırsa, burada x-dir. Çünki hamısı mediandır olur. Və perimetri tapa bilərik artıq. 3 üstə 3, 6 üstə gəlsin, 10 üstə gəlsin, 2x bərabərdir 30'a. 16 üstə gəlsin, 2x bərabərdir 30. 2x bərabərdir 14, x bərabərdir 7 almış oluruq. 33'də cavab olur A variantı. Gəldik 34-cü suala. 34-cü sualda bizdən nə istəyir? Suala baxaq. Deməli, belə bir şəkildir. Bu şəkildə buranı verib x, buranı verib y, buranı verib 240 dərəcə. Məndən x plus y cəmini istəyir. Bunu da müxtəlif üsulda həll etmirlər, amma ümumi olaraq x plus y cəmini bura bərabərdir. Bura bərabər olduğunu, yəni həllərdən bilirik də y yazmayaq. Bura məsələn bir alfa yazaq. Məsələn, bu alfa bərabərdir nəyə? Bu ümumi neçə dərəcə olmalıdır? Bax, bu hissə ümumi 360 dərəcə olmalıdır. Onda alfa olur nə? 120 dərəcə. Buradan x plus y cəminin 120 olduğunu biz bilirik. Bəs deyə bilərsiniz ki, müəllim, oldu ki, xassə yadımdan çıxdı. Onda necə eləyəcəm? Xassə yadımdan çıxarsa, bunun həlləmə qaydası var əlavədə. Yəni cavabımız 120 olur. Mən buranın, bu hissənin 240 şərtini artıq buradan bilirəm. Belə bir, məsələn, 90 dərəcəli fiqur çəkərəm. İşte bunu da siz
beş bucaqlını keçməmsiz əslində. Mən bu xətti uzaldaram. Deməli, deyim sizə. Belə deyək. Bu xətti uzaldaram. Gətirərəm bura. Bura 240 dərəcədirsə, bura 240 dərəcədirsə, bura neçə dərəcə qalır? Bax, 180'i var. Burada 180'i var. Bura qalır 60 dərəcə. Bura x-dırsa, bura da x-dır. Çünki bu x-la, bu x daxili çarpaz bucaqlar. Daxili çarpaz bucaqlar da biri-birinə bərabər olduğunu bilir. Artıq mən buradakı üç bucaqdan görürəm ki, bax bu üç bucaqdan görürəm ki, x üstə gəl, y üstə gəlsin 60 dərəcə bizə nəyi verir? 180 dərəcəni. Onda x üstə gəlsin, y nə qalır? 120 dərəcə. Yəni müxtəlif üsullardan bunları həll eləmək olar. Cavab olur 34'te 120 dərəcə A variantı. 35-ci sual. Şəkli çəkək bura. Baxaq görək. Deməli. A, B, D və C verib. ABC düz bucaqlı üç bucağında, bu düz bucaqda artıq bilirəm. AD 10. BD 6. Aha. DC 9. Bura 9. Bizdən 9. AC parçasının uzunluğunu bizdən istəyir x. Pifagora görə bura 10'dursa, bura 6'dırsa AB'nin 8 olduğunu bilirəm. Və salam, ikinci Pifagorda mən ABC'yə tətbiq eləyərəm. 8'in kvadratı 64, üstə gəlsin 6'nın üstünə 9, 15. 15'in kvadratı 225. Bu bizə verir 289'u. Bu da nəyə bərabər? X'in kvadratı. Onda x də bərabərdir 17. Deməli, cavab olur 35'te A variantı. (36'da) 100 ədədinin natural bölənlərin sayını tapın. 36'da. Natural bölənlərin sayı hansı düsturdan hesablanır? Məsələn, hər hansı bir A ədədin x üstü m, y üstü n, z üstü k belə bir ifadəyə bölüblərsə, natural bölən sayı qüvvət üstə gəl 1, məsələn, n qüvvət üstə gəl 1, k qüvvəti üstə gəl 1. Bu formada qüvvətlərin üstə 1 gəlib vurulur. İndi 100 ədədinin natural bölənlərin sayı 100'ü sadə vuruqlarına ayırsam 100 nə deməkdir? Onun kvadratı, onun kvadratı da 2'nin kvadratı vur 5'in kvadratı. Bunun natural bölən sayı deməli 2 üstə gəl 1, 2 üstə gəl 1. Bu 2'dən söhbət getmir ha. Qüvvətdə 2'dən söhbət gedir. 3 vur 3, cavab elədir 9, 36 olur C variantı. 37'də. Deməli, telefonun qiyməti 1200 manatdan enib 900 manat oldu. Telefonun qiyməti neçə faiz dəyişdi? İlkin olaraq telefonun qiyməti 1200 manat idi. 100% idi də. 900 manat oldu. Neçə manat endi? 300 manat endi. Telefonun qiyməti neçə faiz dəyişdi deyir də. Yəni bizə demir ki, neçə faiz. Neçə faiz dəyişdi deyirsə 300 manat enib. Bu da eləyir x faiz. Buradan x-i tap. Deməli, tənasübdən vursam 300'ü vuraram. 100'ə bölərəm 1200. Bunlar gedər. Qalar 300 böl 12. 300'də 12'yi bölsək
2 dəfə 24. Altta da 5. Cevap olar 25%. 25%. Vesselam. Burada 60 idi. 25% endi. Cevap olur A variantı 37'de. İkinci qaz də belədir ki, məsələn, telefon qiyməti 1200 manat idi, 100%dir. 900 manatda neçə faiz olar? X faiz tutalım ki. Buradan X-i tapsaq, yenə də 1200-də 900 vurulsun 100. Bunlar ixtisar getdi. Qaldı 900 bölünsün 12'ye. 912'ye bölsək, deməli 90'da 12. 5, 6, 7 dəfə. 7 dəfə 84, 60'da 5 dəfə. Bir şey, bu X 75% oldu. Bir şey 100%'den 75%'e düşür. Deməli 25% enir. Vəssalam. Yəni bu cürdə xassə ilə onu tapmaq mümkündür. Belə. Şey 38-ci suala. 38-ci sualda bizdən nə istəyir? Çoxluqlara aid olan sualdır. Bunu yəni həll eləməmişdə normal vəziyyətdə də tapmaq olar. Bunu 38-i. Məsələn 38-i şəklini çəkək, şəkillə göstərim sizə bunu mən. Tutalım ki, bunu biraz şəkli böyüdək. Nisbətən. Belə. Bizə rəhli hissəni haranı verib? Bizə rəhli hissəni verib. Bu hissəni deməli belə deyək. Üçün kəsişdiyi hissəyə keçmir. Bir də bu hissəni verib. Bizə rəhli hissənin bu hissəni verib. İştiriklənmiş hissəni ifadələrdən hansına uyğundur deyir. Baxsaq ştriklənmiş hissə hansına uyğun gələr? Məsələn, A-ya uyğun gələrmi? A variantda verib ki, A kəsişmə B, A-nın B-dən kəsişməsi. Çoxluğun adını yazaq. A, B, C. Məsələn, A kəsişmə B, birləşmə C-dən. A-dan B-nin kəsişməsi haradır? Bax, bu hissə A-dan B-nin kəsişməsidir. A-dan B-nin kəsişməsi. Birləşmə C-dən. Birləşmə C-dən versə, biz bu hissəni götürməliyik. Bu hissəni vermir, bax, iştiqlənmişsə. Deməli, bu variant bizə uyğun gəlməz. Sonra, A birləşmə B, birləşmə C, hamısını birləşdir, deyir, çıx C-ni. Sən A-dan B-ni birləşdirib C-ni çıxsan, bax, indi A-dan B-nin birləşməsi, C-nin birləşməsi haradır? Fikirləşə bilsən, hamısı, hər yer. Bu qayıdıb C-ni deyir çıx. Bu C-ni çıx deyirsə, sən elə bil ki, bu hissəni, indi rəhlədiyim hissəni, bu hissəni çıxmalısan. Yerdə qalmalıdır bu hissə. Bu hissə qalmalıdır. O da uyğun gəlməz. Deməli, bu variant da bizə düz gəlməz. Sonra, C variantında, deməli, A kəsişmə B, kəsişmə C, kəsişmələri verib. Bəli, A-dan B-nin kəsişməsi C-ni verir. Amma A-dan deyir, A-nı deyir, çıx bunlardan. Üçünün kəsişməsindən çıx. A, B və C-nin kəsişməsi haradır?
Baxsaq A, B, C-nin kəsişməsi üçünün də kəsişməsi haradır? Bu hissə. Bunu biraz nisbətən azaldaq. Bax, üçünün də kəsişməsi haradır? Bu hissədir, üçünün də kəsişdiyi nöqtə. A-dan çıx, A-nı çıx deyirsə, artıq həmin hissəni biz çıxmalıyıq. Ona görə cavab olur C variantı, 38-də. Nisbətən biraz qarışıq sualdır. Yəni, amma maraqlı sual idi. 39-da. 39-da. İki paralel düz xəttin üçüncü xətlə kəsişməsindən alınan daxili bir tərəfli bucaqlar. İki paralel düz xət. İki paralel düz xəttin üçüncü xətlə kəsişməsindən alınan daxili bir tərəfli bucaqlar 2-7 nisbətindədir. Daxili alınan daxili bir tərəfli bucaqlar. Daxili bir tərəfli bucaqlar haradır? Bura ilə bura. 2-7 nisbətində, yəni 2K bura olar, 7K bura. Bu bucaqlardan kiçiyini tapın. Biz 2K'nın üstünə 7K'nı gəlib 180'ə bərabər olduğunu bilirik. 9K bərabərdir 180. K bərabərdir 20 dərəcə. Bu bucaqlardan kiçiyini tapın. Deməli, bura 40 dərəcə olur. Bura 140 dərəcə. Kiçik olur. Kiçiyini soruşur, 40 dərəcə cavab olur. B variantı 39'da. Və nəhayət sonuncu sual 40. 40'da nə deyir bizə? A ədədinin 7-yə bölünməsindən alınan natamam qismət 9-a. Qalıq isə 1-ə bərabərdir. Məsələn, hər hansı bir A ədədidir. 7-yə bölünməsindən alınan natamam qismət 9-a, qalıq 1-ə bərabərdir. B ədədinin 5-ə bölünməsindən, deməli, alınan qismət 8-ə, qalıq isə qismət 8-ə, qalıq isə 2-yə bərabərdir. Qalıq isə 2-yə bərabərdir. A və B ədədlərinin əbobunu tapın. Tapaq, birinci bir A-nı tapaq elə biz. A-nı tapmaq üçün 7-ni 9-a vurub üstünə 1 gəlirik. 63 olur 64. B-ni tapmaq üçün 5-i 8-ə vurub üstünə 2 gəlirik. Eləyir 42. Biz 64 və 42-nin əbobunu tapaq. 64, 42, 64 sadə vuruqlarını ayırsaq 2, 32, 2, 16, 2, 8, 4, 2, 2, 2, 1. 42'ni ayırsaq 2, 21, 3, 7, 7, 1. 2, 2 ortaq. Başqa ortaq varmı? Başqa ortaq yoxdur. Deməli, bunun əbobu olur 2. Cavab olur A variantı. Belə, əziz şagirdlər, yəni çalışdığım qədər sadə dildən və sürəti də yavaş olaraq izah elədim ki, tam anlaşılanlı olsun sualların izahı. Sınaq da həqiqətən gözəl sınaq idi. Belə yazılmanı dəyər sınaqdır. Təşəkkür edirəm sonacan dinlədiyiniz üçün və başa düşmədiyiniz hissəni də dəfələrlə baxıb anlaya bilərsiniz. Ümumi olaraq da hər hansı sual izahına da əlavə rəy bildirə bilərsiniz ki, görək bu izahı məsələn başqa cür yaza bilərdik. Video izah haqqında da fikirlərinizi rəy bölməsində gözləyirəm. Sağ olun, hələlik.